Əmək qanunvericiliyinə 200-ə yaxın dəyişiklik üzərində işlər tamamlanmaq üzrədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə dəyişikliklərdən biri də Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlıdır. Bu istiqamətdə artıq 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb. Bəs özəl pensiya fondlarının yaradılması vətəndaşlara nə qazandıracaq? Bərabər izləyək. Yeni sistem vətəndaşlara pensiya yaşına çatdıqda təkcə dövlətdən deyil, özəl fondlardan da pensiya almaq imkanı yaradacaq. Bu isə gələcəkdə pensiya gəlirlərinin artması deməkdir. Yeni sistemə münasibət isə bir mənalı deyil. Özəl pensiya fondunun bizim ölkələr üçün yararlı olmağına heç nə inanmıram. Yatıra bilən, yatırmaq imkanı olan adamlar üçün yaxşı bir şeydir, əlbəttə. Belə etibar yoxdur. Çox yaxşıdır, özəl pensiya fondunun yaradılması yaxşıdır. Əlbəttə, həm oradan alırsan, həm də buradan. Super olar, əla olar, məncə yaxşı olar. Millət vəkili Vüqar Bayramov deyir ki, vətəndaşın yüksək pensiya alması onun fonda yatıracağı məbləğdən asılı olacaq. Yəni, vətəndaşlara iki mənbədən pensiya almaq imkanı yaradır. Əgər vətəndaşımızın dövlətdən, yəni dövlət pensiya fondunun aldığı pensiya məbləği 600 manatdırsa, onun yığımların əsasında özəl pensiya fondunun 300 manat əlavə pensiya ala bilər. Bu halda vətəndaşımızın pensiya məbləği 600 manat deyil, 900 manat olur. Xüsusən xarici praktika göstərir ki, özəl pensiya fondlarına yığılan kapitaldan daha tez istifadə edilməsi mümkündür və bu kontekstdə bu da təbii ki, imkan verir ki, həmin fonda yığılan kapitalın bir hissəsindən daha tez istifadə olunsun, bu da kapitaldan, pensiya kapitalına daha tez istifadəyə imkan yaradır. Dünyanın bir çox inkişaf etmiş ölkələrində bu model artıq illərdir tətbiq olunur. Özəl pensiya fondları təkcə pensiya yaşına çatanda deyil, bəzi hallarda daha erkən dövrlərdə də vətəndaşa kapitalından istifadə imkanı verir. Özəl pensiya fondunun ən böyük fərqli üstünlüyü olacaq ki, bu vətəndaşa seçim hüququ verəcək. Əgər vətəndaş şərtlərlə razıdırsa, bu prosesdə iştirak edəcək və eyni zamanda da özəl pensiya haqqında qanunvericilik müəyyənləşəndən sonra bunu dəqiq ssenariləri müəyyənləşdirmək olar. Burada əgər hər hansı bir hadisə baş verərsə, bizim varislərimizə bu özəl pensiyanı almaq, özəl pensiya fondunun və toplanmış vəsaitindən istifadə hüququ yaradacaq. Qeyd edək ki, hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və başqa ölkələrdə belə fondlar fəaliyyət göstərir. Bəyim Mahir qızı İlkin Həsənov, Fidan Səfər, Spice xəbər.